Elxan müəllim, hibrid toxumlarla yerli toxumların fərqi nədir və hansına üstünlük verilməlidir? İlk növbədə qeyd edək ki, son illərdə ölkəmizə də digər yerlərdən yeni dəyişdirilmiş toxumlar daha çox gətirilir. Bu yeni dəyişdirilmiş toxumlar gətirəndə, hibridlər gətiriləndə bundan sonra yenidən müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Düzdür, ağız tamını da tamamilə itirir bunlar. Çünki onlar kifayət qədər keyfiyyətli olmur. Ancaq gəldi ki, hibrid toxumlara. Hibrid toxumlarda əsas deməli xarici ölkələrdən daha çox hibrid toxumlar gətirilir ölkəmizə. Ancaq qeyd etmək lazım ki, bu hibrid toxumların alınması zamanı bir dəfə onu əkirsən, ikinci dəfə məhsul ala bilmirsən. Ona görə də daha çox iqtisadi cəhətdən o qədər də sərfəli olmur. Düzdür, bu hibrid toxumlar daha məhsuldar olur. Amma məhsuldar olduğuna baxmayaraq, onlarda da müəyyən qədər dad bitirilir. Bugünkü gündə fermerlərdə, insanların ərzağa olan tələbatının ödəlməsinə çalışırlar ki, ekoloji təmiz məhsula daha çox diqqət yetsinlər. Ancaq belə hibrid toxumlar gələndə, onların dadına baxanda görsən dadı yoxdur. Düzdür, saxlanma qabiliyyəti artıq olur. Ancaq yaxşı fermer diqqət yetirməlidir ki, o toxumlardan istifadə etsin. Toxumu da daha çox toxumun saxlanmasına diqqət yetirilməlidir. O toxumun keyfiyyətli saxlanması ilə bərabər cücərmə qabiliyyətinə diqqət yetirməlidir. O məhsulu almamışdan əvvəl həmin toxumçuluq üçün fermerlər çalışmalıdır. Ərazi tamamilə fitosanitar vəziyyəti yaxşı olsun, təmiz olsun. Belə deyək ki, hər hansı bir alaqlı yerlərdən və yaxud da ki, xəstəlik törədici zərər verici olan yerlərdən toxumun saxlanması o qədər də əlverişli deyildir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, hibrid toxumlar daha çox məhsuldarlığın artmasına dəlalət edirsə, yaxşı toxum isə həm məhsuldarlığın artması ilə bərabər, həm də onun keyfiyyət göstəricilərinin artmasına bilavasitə təsir göstərir. Məhz bu baxımdan da mən belə qənaətə gəlirəm ki, bir mütəxəssis kimi yaxşı toxumların saxlanması vacibdir.